Salam hər kəsə. Bəzən hazırlıq müəllimləri yazıb deyir ki, müəllim biz 15 ildir və yaxud da 10 ildir, 5 ildir abituriyent hazırlığı keçirik və yüksək nəticələrimiz də olur, 30-30 yazan şagirdlərimiz də olur. Olimpiyadaya belə biz uşaq hazırlaşdırırıq, amma MİQ-də uğur qazana bilmirik. MİQ-dən 70 bal, 75 balı keçə bilmirəm. İstəyirəm ki, MİQ-dən məsələn 80 plus 90 bal yığım. Deyirəm, bu problem nədir? Deyirəm, proqramı deyir. Bilirəm də, mən abituriyentin içərisindəyəm deyə mövzunu bilirəm. Keçən ildə filan müəllimə qoşuldum. Müəllim yaxşı deyim, müəllimlə narazılığım yoxdur. Amma olmadı da, bu il istəyirəm sizlə hazırlaşam. Deyirəm, müəllimin atdığı materialları istifadə edirdimmi? Yox, vaxtım yox idi. Testləri işləyirdimmi? Yox, vaxtım yox idi. Təbii ki, vaxtın yoxdursa, nəticə əldə etmək çətin məsələdir. Sonra gəlir mənim qrupuma qoşulur. Üstündən bir ay keçir. Yox, müəllim, mən onsuz da nəzəriyyəni bilirəm. Nəzəriyyəyə ehtiyacım yoxdur, izaha ehtiyacım yoxdur. Mən sınaqlar işləmək istəyirəm ancaq. Buyur, sınaq qrupuna qoşul. Sınaq qrupuna qoşulur, yenə də növbəti uğur qazana bilmir. Deməli, problem nədir? Problem o mən egosudur. Bəzən olur ki, 4-cü kursu yeni bitirən müdavim 90 plus nəticə göstərir. Bəzən olur ki, heç bir hazırlıq keçməyən, heç vaxt hazırlıq keçməyən bir müəllim 2 cəhdə, 3 cəhdə 90 plus nəticə toplayır MİQ-dən. Bəli, belə olur. Amma bəzən olur ki, 15 il, 10 il repetitor hazırlığı keçən, yəni abituriyent hazırlığı keçən müəllimlər MİQ-də uğur qazana bilmir. Təbii ki, bunun ən əsas səbəbi doğru çalışmamaqdır. Abituriyent proqramı ilə MİQ proqramı ayrı-ayrı şeylərdir. Bunu öncə dərk eləmək lazımdır. Abituriyent testləri ilə də MİQ testləri arasında fərq çoxdur. Həm də nəzəriyyə cəhətdən fərq çoxdur. Məsələn, mən mövzunu izah edirəm. 100%, onun 90%-i hər kəsin bildiyidir, 10% xüsusi qeydlərdir. Və əsasən də o 10%-dən gəlir imtahana düşür. Bu, repetitor müəllim, hazırlıq keçən müəllim qulaq asır, deyir ki, onsuz da bunun 90%-ni bilirəm də, mənə nə ehtiyac var ki? Və bu 10%-i təbii ki, buradan qaçırdır, imtahanda da yüksək nəticə göstərə bilmir və yaxud da sınavlarda yaxşı nəticə yığa bilmir. Ona görə əgər yəni hazırlıq keçən müəllimlər MİQ-də yüksək nəticə göstərmək istəyirsinizsə, mütləq şəkildə özünüz başlayarkən hazırlığa sıfırdan başlamaq lazım. Yəni düşünməlisiniz ki, mən sıfıram, MİQ-ə hazırlaşıram və verilən qeydləri, verilən materialları mütləq işləməlisiniz. Testlərə mütləq axıra kimi baxmalısınız, izahları izləməlisiniz və bir 4-cü kurs tələbəsi kimi və yaxud da təcrübəsiz bir müəllim kimi MİQ-ə sıfırdan hazırlaşmalısınız. Çünki abituriyent hazırlığı ilə MİQ hazırlığı arasında fərq çoxdur. Təbii ki, sözüm hər kəsə aid deyil. Elə müəllimlərimiz də var ki, abituriyent hazırlığı keçir və hər ildə MİQ-də özünü yoxlayır və yüksək nəticə əldə edir. Uğurlar hər kəsə.